Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ və sertifikasiya imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün KTR məsələləri ilə bağlı çətinliyi artırılmış məsələlərin izahına baxacağıq. İlk öncə qeyd edeyim ki, kimsə KTR ilə bağlı təməl bilgilər bilmirsə, məsələn, axın ilə nədir, axına qarşı nədir, bunları bilmirsə mütləq onlara baxsın. Və bunun üçün də yenə sizə köməyimiz var. Kanalda KTR məsələləri ilə bağlı 60-dan çox sualın ətraflı və sistemli şəkildə izahını vermişəm. Mütləq həmin izahları izləyin. Artıq özünüzdə müəyyən irəliləyiş görəndən sonra bu suallara keçə bilərsiniz. Baxaq, məsələmizi oxuyaq. Balıqçı durğun suda sürəti 36 metr bölünsün dəqiqə olan qayıqla sürəti 6 metr bölünsün dəqiqə olan çayda axına qarşı gedərkən xəbəri olmadan plastik butulkası çaya düşür. Balıqçı 8 dəqiqə sonra butulkasının suya düşdüyünü anlayır və onu götürmək üçün geriyə qayıdır. Balıqçı plastik butulkanı suya düşdükdən neçə dəqiqə sonra götürür? Gəlin, bunu vizual olaraq təsvir eləməyə çalışaq. Tutaq ki, bu bizim çayımızdır və çayın sürətini 6 metr göstərir. Və bu zaman axına qarşı sözü var. Axına qarşı, əgər çayın istiqaməti bu formadadırsa, lap çayın istiqamətini biz bu formada göstərək. Bu dalğalı da bizim çayımızdır. Bunun üzərində KTR var. Bu KTR bu istiqamətdə gedəndə çayın sürəti 6-dır, KTR-in sürəti 36-dır. Qayığın sürəti də, yəni KTR qayıq fərqi yoxdur. O zaman axına qarşı olacaq. Biz bilirik ki, axına qarşı hər zaman sürətlər bir-birindən çıxılır. 36-dan çıxacağı 6-nı bərabər eləyəcək 30 metr bölünsün dəqiqə. Xəbər olmadan butulka çaya düşür və elə bu su qabısı çaya düşür. 8 dəqiqə sonra butulkasının çaya düşdüyünü anlayır. Bu 8 dəqiqə ərzində qayıq bəlli bir məsafə gedir. O getdiyi məsafəni 8 dəqiqəni 30-a vurmaqla taparıq. Bərabər eləyər 240 metr. Demək, burada butulka düşür. Buradan qayıq elə bil ki, belə deyək, bu çaydır. Bu da butulka düşür. Qayıq bura doğru gəlir. Və təbii ki, butulka buradan da bu tərəfə gedəcək. Çünki 8 dəqiqə ərzində bu plastik butulka suyun üzərində qalmır ki, çay bunu öz axın istiqamətində neynəyəcək? Aparacaq. Çayın istiqaməti onsuz da belə idi. Axına qarşı sürəti. Və çayın sürəti hesabına hərəkət edəcək. Başqa cür bunu belə deyə bilərik ki, salın suda hərəkəti. Çayda sal öz sürəti hesabına hərəkət eləyir. Və 8 dəqiqə. 8 dəqiqə ərzində butulka nə qədər yol gedəcək? 8-i vuracaq 6-ya bərabər eləyəcək 48 metr. Demək, burada 240 metr idi. Buradan bura qədər də butulka bura gəlib, tutaq ki, 48 metr. Ümumi cəm 240 üstə gələk 48 bərabərdir 288 metr. Artıq balıqçı fərqinə varanda ki, bunun su qabısı suya düşüb və buradan geri qayıdacaq. Geri qaydanda artıq bu eyni istiqamətli hərəkət olacaq. Eyni istiqamətli hərəkət olanda, əslində biz burada suyun sürəti nəzərə almayıb, toplayıb bölə bilərik, amma çıxıb bölə bilərik, amma daha rahat yolunu göstərəcəm sizə. Geri qaydanda qayığın sürəti onsuz da 36 idi. Qayığın sürəti nə qədər idi? 36. Geri qayıdarkən bu axın il olacaq. Çünki artıq çay da bu istiqamətdə axır. Belə deyək. Qayıq da bu istiqamətdə geriyə qayıdacaq. Tutaq ki, qab da buradadır. Qab da bu istiqamətdə. Bu axın il olduğundan qayığın sürətindən toplanacaq 42 eləyəcək. Butulka onsuz da çayın sürəti hesabına hərəkət eləyir 6. Biz neynəyəcəyik? Eyni istiqamətdə hərəkətdə də bilirik ki, sürətlər çıxılır və ortadakı məsafədə 288 idi. Böləcəksən 48 çıxılsın 6, daha doğrusu 42 çıxılsın 6, 36 eləyir. 42-ni də 288-i də 36-ya böləndə 8 dəqiqə. Amma bu 8 dəqiqə deyil cavab. İndi cavab variantında verməmişəm, amma ola da bilərdi. Bu 8 dəqiqə. Bunun buradan belə deyək, geriyə qayıdıb götürməyidir. Bəs butulka düşəndən də 8 dəqiqə sonra bu formada getmişdi axı. 8 dəqiqə, üstə gəl 8 bərabər 16 dəqiqə. Doğru cavab C variantı. Yəni, müəllimlər, şərtə diqqətli olmaq lazımdır. Suya düşdükdən neçə dəqiqə sonra deyir. Yəni, butulkanın fərqinə varandan sonra yox. Növbəti məsələmizə baxırıq, müəllimlər. Növbəti məsələmiz, qayıq çayın axının əksinə 7 saat hərəkət edərək bir körpüdən digərinə çatır və çayın axını ilə 4 saat hərəkət edərək birinci körpüyə çatır. Qayığın sürətini göstərən burada qayığın olmalıdır. Qayığın sürətini göstərən cihazın göstərişi hər iki istiqamətdə eyni olmuşdur. Durğun suda qayıq həmin sürətlə iki körpü arasındakı məsafəyə bərabər məsafəni neçə saata qət edir? Burada
Müəllimlərin ilişib qalacağı cümlə bax bu cümlə ola bilər. Qayığın sürətini göstərən cihazın göstərişi hər iki istiqamətdə eyni olmuşdur. Sualları analiz edəndə müəllimlər görürük ki, məsələn MİQ 2023 imtahanında orada sürət məsələsi var idi. Yaşıl maşın, qırmızı maşın yoldaşını gözlədi və s. Yəni söz oyunu var idi, söz yığını var idi. Bu suallarda həmin o söz yığını məqsədli şəkildə salınır ki, müəllimlər çaşsın, fikirləri qarışsın. Burada da bu həmçinin bu cümlə. Bu cümlə burada o deməkdir ki, qayığın öz sürəti, belə deyək də, maşınla analiz eləsək, maşında speedometrin şkalası dəyişmir. Yəni qayığın öz sürəti dəyişmir. Sadəcə qayığın sürətinə çöldən suyun sürəti təsir göstərir. Bu öz yerində. Yəni bu cümləni biz qayıq sabit sürətlə sözü də əlavə edə bilərdik. Belə. İndi bu nə deməkdir? Bu birinci körpüdür, bu ikinci körpüdür. Burada 7 saat, 4 saat sizə qızıl kimi bir qayda qeyd edəcəm. Müəllimlər əgər kater məsələlərində, sonra digər sürət məsələlərində də təkcə bizə zaman verilibsə, məsafə yoxdursa, sürət yoxdursa, biz bu zamanlara eyni zamanda bölünən bir məsafə tapa bilərik. Bu məsafə nədir? 4 ilə 7-yə bölünən, eyni zamanda bölünən ədəd hansıdır? Təbii ki, 28. 56 da götürə bilərik, daha böyük ədədlər də götürə bilərik, amma kiçik ədəd götürürük ki, işimiz rahat olsun. Axının əksinə 7 saatı hərəkət edir. 28-i bölərik 7-yə bərabərdir 4. İndi 4 bizim üçün nə olacaq? Axına qarşı olan sürət. Axına qarşı sürətdə də hər zaman sürətlər çıxırıq. Qayıq çıxılsın, çay bərabərdir 4-ə. 4 kilometr bölünsün saat deyək. 4 kilometr bölünsün saat. Çatır və 4 saat hərəkət edərək birinci körpüyə çatır. Təzədən buradan da geriyə hərəkət edib birinci körpüyə çatır. Bir də məsələdə, kater məsələlərində hər zaman gözləməyin ki, bizə axın ilə verilsin, sonra axına qarşı versin. Bəzən bir istiqaməti verir, sonra biz onu məntiqlə tapmalıyıq. Sadə bir məntiqdir bu da. Çünki axın ilə getmişiksə, geriyə qayıtmaq təbii ki, axına qarşı olacaq. Və ya əksinə, axına qarşı getmişiksə, geriyə qayıtmaq axın ilə olacaq. Bax, bu məntiqi analiz eləmək lazımdır. Məsafəni 28 götürdük. Onda geriyə də təbii ki, nə olacaq? Axın ilə qayıdacaq. Axın əksinə gedirsə, geriyə axın olacaq. Axın bölürsəm 4-ə bərabər elədi 7. Axına qarşı, axın əksinə sürətimizdə çıxırıq. Qayığın sürətindən çayın sürətini bərabər eləyirik 7 km bölünsün saat. Əla. Bu bizə nəyisə xatırladır. Biz bunu sistem tənlikdən keçmişdik ki, iki eyni şeyin cəmi və fərqi verilibsə, topla böl 2-yə böyüyü tapırsan, çıx böl 2-yə kiçiyi tapırsan və ya rahat sistem tənlik kimi həll eləyə bilərik. Və kater məsələlərində də xüsusi vurğulamışıq ki, kater və çayın sürətləri fərqi və ya axına qarşı axın ilə olan sürəti verilibsə, toplayıb 2-yə böləndə katerin sürətini tapırıq, çıxıb 2-yə böləndə çayın sürətini. Elə tərəf-tərəfə toplayanda da 2 qayıq hardan alındığını da deyim sizə, toplayanda 11 qalır. Qayıq da bərabərdir 2-də 11. Qayığın sürətini tapdıq, istəsək çayın da sürətini tapa bilərik. Amma şərtə baxırıq ki, bizə çayın sürətini tapmaq önəmli deyil. Çünki bizə deyir, durğun suda qayıq həmin sürətlə, durğun suda qayıq həmin sürətlə deyirsə, demək qayıq durğun su göl deməkdir. Göldə öz sürəti hesabına hərəkət edəcək. Öz sürəti hesabına hərəkət edirsə, bu iki körpü arasındakı məsafə də 28-dir. Neçə sadə qət edir? Elə bil ki, deyirik ki, sürətimiz 2-də 11 km bölünsün saatdır. Məsafəmiz 28 km-dir. Bunu neçə sadə qət edəcək? 28-i bölürük 2-də 11-ə. Böləndə bunun tərsinə vuracaq. Tərsinə də vuranda 28 vurulsun 11-də 2. Bu da bərabərdir. 11-i 28-ə vuranda 56. 11-də 56. Doğru cavab müəllimlər elədir. B variantı. Növbəti suala baxırıq müəllimlər. Növbəti sualımız əvvəlki MİQ imtahanında iştirak edən müəllimlərə tanışdır. Tam eyni sual deyil, belə deyək də, saatlar fərqlidir, dəyişmişik sualı, amma eyni bu tipli bir sual düşmüşdü. Əvvəlcə gəlin məsələni analiz eləyək. Saat 8:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəlcə göldə 20 km, sonra isə həmin gölə tökülən axma sürəti 2 km olan çayda 16 km məsafə qət etməli idilər. Saat 12:00-da iştirakçılardan biri finiş xəttini keçərək birinci qalib oldu. Birinci ilə çıxmış motorlu qayıq üçün öz sürəti və axına qarşı olan sürətinin, cəminin, rəqəmləri, cəminin 3 mislini tap. Biz nə edəcəyik burada? Əvvəlcə yarışımız nə vaxt bitir? Bunu tapaq. 12:00-da bitir. İştirakçılardan biri, yəni birinci qalib olan və 8:00-da başlayır. Demək 4 saat bizim burada yarışımız davam edir. Baxaq. Gəlin bunu yenə deyirəm, analiz eləyək, təsvir eləməyə çalışaq. Analiz eləməsək, təsvir eləyə bilməsək, biz ümumiyyətlə riyaziyyat öyrənə bilmərik. Mənim bu
dərslərdə sizdə formalaşdırmaq istədiyim əsas məsələ riyazi bazadır, riyazi təfəkkürdür. Sən bu sualdan lap 10 dənəsinin eyni götür əzbərlə. İmtahanda biraz nəyisə dəyişəndə demək ki, yaza bilməyəcəksən də. Amma riyazi düşünməyi bacarsan, riyazi olaraq fikirləşməyi bacarsan, nə olur olsun, orada bir problemin olmayacaq. Bu bizim gölümüzdür və bu gölə də buradan çay tökülür. Burada tutaq ki, kater hərəkət eləyir. Nə qədər hərəkət eləyir? Göldə 20 kilometr gedir. Və axma sürəti 2 kilometr olan çaya keçir. İndi göldə bilirik ki, kater, qayıq öz sürəti hesabına hərəkət eləyir. 20-ni bölərik V-yə. Biz zamanları toplayıb 4-ə bərabər eləməliyik. İndi niyə 20 bölək V yazdığımı da izah eləyəcəm. Diqqət eləyəcəyimiz məqam nədir? Bu qayıq bu göldən çaya keçəndə əksər müəllim burada çaşır ki, bu axına qarşıdırmı, görəsən yoxsa axın ilədir? Müəllimlər, bunu artıq sizin biraz həyati bacarıqlarınız lazımdır. Elementar həyati düşünmək, hər halda bir belə deyək, gözünüzün qabağına hansı bir rayonda olan gölü gətirirsiniz ki, bu gölə tutaq ki, çay gəlir. Təbii ki, bu kater bu göldən çaya keçirsə, bu axına qarşı olacaq da. Çünki çayın istiqamətini göstərirəm. Ox belədir. Kater də buradan bu tərəfə gedir. Olur nə? Avtomatik olaraq axına qarşı. Axına qarşı nə qədər gedir? 16 kilometr. 16 kilometr gedəcək axına qarşı. Hansı sürətlə? Axına qarşı bilirik ki, qayığın sürətindən çayın sürəti çıxılır və V-dən 2 çıxacaqsan. Bu olacaq V çıxılsın 2. İndi sual verir özümüzə. 20 bölünsün V nədir? 20 bölünsün V qayığın göldəki zamanıdır. Bəs 16 bölünsün V çıxılsın 2 nə deməkdir? Qayığın axına qarşı çayda olan zamanıdır. Toplayacağıq, bərabər eləyəcəyik 4 saata. Çünki hər ikisi cəmi hamısı 4 saat sərf eləyib. İndi bu tənliyi həll eləsək, kvadrat tənliyə gedir, diskriminant və s. Amma ibtidai müəllimlər üçün ehtiyac yoxdur. Biraz analiz eləyəcəyik ki, burada V-nin yerində nə olsa 20-yə bölsək, sonra 2 çıxıb 16-nı həmlə də bölsək, 4 eləyər. Məsələn, 5 düşünə bilərik, tutaq 20-nin böləni kimi. 4 ola bilər. 20-nin 4-ə böləndə 5, 4-dən 2-ni çıxanda 2, toplayanda 4 eləmir. 5-dən 2 çıxanda 3, 16 3-ə tam bölünmür. Gəlir 10. Görək 10 ödəyəcəkmi bizim şərtimizi? Qayığın sürəti 10 olsa, 20-ni 10-a böldük, qalır 2. 10-dan 2-ni çıxanda 8, 16-nı 8-ə böləndə 2, 2 ilə də 2-nin cəmi elədi 4. Doğru cavab 4. Gəldi alındı. Əla. Demək biz buradan analiz yolundan tapdıq ki, qayığın sürəti bərabərdir 10-a. Müəllim, imtahanda ola biləcək indi kvadrat tənlik elə bir tipi verilə bilərmi ki, orada biz belə ədəd qoymaqla alınmasın? Elə bir suallar var, yəni belə şifahi ədəd qoymaqla alınmayan tənliklər. Amma o da artıq belə deyək, sizə uyğun deyil. Elə suallarda proqram verdiklərinə əsasən salmazlar və salmaq haqları da yoxdur. Biz artıq buradan qayığın sürətini 10 tapdıq. Çayın sürətini də onsuz da mən şərtdə vermişdim. Çayın sürəti də bərabər 2. Hə, indi sonda soruşulan artıq bizdən yenə çaşdırmaq məqsədi daşıyır. Motorlu qayıq üçün öz sürəti və axına qarşı olan sürətinin cəminin öz sürəti 10-dur. İndi gəlin axına qarşı sürətini tapaq. 10 çıxılsın 2 bərabər 8. Bunların təzədən cəmi, çünki öz sürəti ondan axına qarşı olan 8 sürətinin cəmi elədi 18. Cəminin rəqəmləri cəminin təzədən bu 18-in rəqəmləri cəmi 1 üstə gəl 8 bərabərdir 9. 3 misli təzədən 9 vurulsun 3 bərabər 27. Doğru cavab Y. Gördünüz müəllimlər? Yəni maksimum şəkildə analiz eləmək lazımdır. Müəllimlər, indi baxırıq növbəti 4-cü sualımıza. Bu sualımız belə deyək, o az öncə izahını verdiyim 3-cü sual tipindədir, amma ondan çətindir. Çətinliyini deyəcəm nədir? Sərnişin daşıyan bir gəmi 60 km uzaqlıqda yerləşən şəhərə çayda axın istiqamətində sərnişin daşıyır. Bu bizim çayımızdır. Burada bizim tutaq ki, şəhərimizdir. Və burada 60 km məsafə var. Axın istiqamətində axın ilə gedir. Çayın sürəti 4-dür. Verilənləri düzgün analiz edirik. İndi daşıdı, gəldi bura. Tutaq ki, bu şəhərə gəldi, A şəhərinə. Hər hansı bir şəhərdir. Sərnişinlərin gəmidən düşməsi və gəminin geriyə təkrar hərəkətə başlamasına 1 saat vaxt gedir. Gəldiyi yol ilə geri qayıdan gəmi geriyə hərəkətə başladığı yerdən 36 km irəlidə bir qəsəbədə dayanır. Yəni, buradan gəlir, burada hər hansı bir qəsəbədə dayanır. Tutaq ki, 36 kilometri bir məsafədə dayanır. Və bizə deyir ki, bunların bu müddət ərzində sərf elədiyi zaman 15 saatdır. Aha, kifayət qədər, belə deyək, analiz edirsiniz. Çayın sürəti 4-dür. Əvvəlcə biz
Gəminin durğun sudakı sürəti deyir. Gəminin durğun sudakı sürət ilə gəminin öz sürəti deməkdir. Durğun sudakı sürət onsuz da gəminin öz sürətinə bərabərdir. Gəminin sürəti deyə indi burada gəminin sürətində bir V ilə işarə edəcəyik. Axın il olanda onda sürət nə olacaq? V üstə gələk 4. Bu məsafəni axın istiqamətində gedir, sürətləri topladıq. Hansı məsafəni? 60 kilometr məsafəni. Niyə bölürük? Çünki bu bizə nəsə zaman verməlidir. Buradan 60 bölünsün və üstə gələk 4. İndi geriyə qayıdacaq. Tutaq ki, geriyə qaydanda gəldi, burada hər hansı 36 kilometr irəlidə bir ortada dayandı. Tutaq ki, bir qəsəbədə dayandı, qəsəbənin kənarında. Onda bura 36 kilometr. Bəs bu geriyə qayıtmaq artıq nə olacaq, müəllimlər? Axına qarşı olacaq. Burada da 36 bölünsün və çıxılsın 4 olacaq. Bu, bunların zamanıdır. Ortaya toplama işarəsi yazacağım. İndi gəminin dayandığı ana qədər sərf etdiyi ümumi zaman 15 saatdır. Amma bu 15 saat bərabər yazmayacağım. Niyə bərabər yazmayacağım? Ona görə ki, bu 15 saatın 1 saatı ləngiyib axı. Çünki burada sərnişinlərin gəmiyə düşməsi, təzədən gəmiyə minməsi. Ona görə mən bura 14 saat yazacağam. Aydın oldu müəllimlər. Üstə 1 gəlib 15 də yaza bilərəm və ya sadəcə bunları 14. İndi gəl yazdıqlarımızı bir də analiz eləyək. 60 bölünsün və üstə gələk 4 nədir? Gəminin şəhərə getdiyi zaman, sərf elədiyi zaman, məsafəni sürətə böldük. 36 bölünsün və çıxılsın 4 nədir? Gəminin 36 kilometr irəlidə bir qəsəbədə dayandığına sərf elədiyi zaman. Çünki bu, bunun axın əksinə olacaq. Ona görə 36-nı böldük axının əksinə. 14 saat yazdıq. Niyə 14 saat yazdıq? Ümumi 15 saatdır. Bunun 1 saatını yolda itirir. Yəni, daha doğrusu şəhərdə itirir. Sərnişinlərin düşməsi və minməsi. İndi yenə də bunu həll eləsək, gəlib kvadrat tənliyə çıxır. İmtahanda düşən kater məsələsindən bunun çətinliyi odur ki, orada bir dənə V idi. Burada biz hər iki tərəfə baxmalıyıq. İndi müəllimlər, yenə də bunu həll eləsək, V kvadrata çıxılsın 4 və s. kvadrat tənliyə gəlir. Biraz analiz eləyəcəyik. Burada V-nin yerində nə ola bilər ki, üzərinə 4 gəlsək, 60 bölünər. Burada da 4 çıxsa 36 bölünər bərabər 14 eləyər. Məsələn, V-ni biz 2 düşünə bilərik. Çünki 2-nin üzərinə 4 gələndə 6 eləyir, 66-ya bölünür. Amma burada 2-dən 4 çıxanda mənfi qalır. Alınmayacaq. Sonra 4 olmaz. Sonra cüt ədədlər onsuz da olmalıdır 60 bölünməsi üçün. Ən uyğun zaman burada baxırıq ki, V hansı ədədi verəndə alınır? 10. 10 görək alınırmı? 60-ın 14-ə böləndə alınmır. Yox, alınmadı. 8. Baxın, mən də sizi kimi analiz elədim. Bu da artıq sənin ədəd rəqəmlərlə işləmə vərdişindən gəlir. Gəlin yoxlayaq. 8-in üzərinə 4 gələndə 12, 60-ı 12-yə böldük neçə elədi? 5. 8-dən 4-ə çıxanda 4, 60-ı 4-ə böləndə neçə elədi? 9, cəm 14 elədi. Əla. Demək V 8-dir. Gəminin durğun sudakı sürəti nəyə bərabərdir müəllimlər? Gəminin durğun sudakı sürəti C variantı 8-ə bərabərdir. Gördünüz müəllimlər, bax bu tənliklə bizim cavabımız alındı. Siz artıq katerlə bağlı bu məsələləri əzbərləmək yox, mənasını dərk eləyəcəksinizsə, imtahanda nə cür kater düşsün, məntiqinizi, bildiklərinizi ortaya qoyub, analiz, sintez eləməklə həmin sualları həll eləyəcəksiniz. Sağ olun müəllimlər, növbəti izahlarda görüşərik. Hələlik.